Tamam. Çıkalım. Çəkirsən qardaşım. Vallahi sabah xeyrin üstünde de var. Akşam xeyr üstünde de var. 5 dakika işten gecikme de var. Teşekkür ederim. Böyle bir de yerden var. Ben hiç utanırım bakın. Benim öyle bir sesim yoktu. Ama sen başla. Love I got you back to you, as foi do besavio, sontum sentum saentu, von haverinni avedai. Ben satqınların yanına istəmirəm. Siz uduzmağa satqınsınız. Heç vaxt uduzmursunuz. Uduzmağa biraz loyal olun. Adam biraz uduzar. Öpüşün. Mən maraqlı qeybət danışdı. Tanışım. Bugün Nərgizin favori oyuncusu. İso. Neydi onun adı? Ərdəm Şanlı bugün qəza eləyib. Ona görə Nərgiz çox pisdə ağlayır. Nərgiz özünü göstər, ağlayırsan. Ona görə də gedirəm Nərgizə dəstək olmağa. Çox pisdə, çox pisdə. Pul atacaq, atmayacaq. Mikrofon koy yine, mikrofon koy. Strike a pose. Onu demək istəyirəm ki, məncə fərqində olsaq da, olmasaq da, bir-birimizə nə söyləndiyi bu 4 il. 4 il yox, 3 il sayılır var. 3 ildə və gələcəkdə məncə yaxşı yerdə olanda deyəcək ki, yaxşı ki, buradan çıxdıq. Bu qədər. Mən öz belə görəmişəm. Çox qəribədir. Adam inanmır ki, 2 gün universitet bitir. 1-2 ildən sonra işlərəsi yəqin ki, fayda olsun bu insanlara. Nərgizlə maraqlı dərd olacaq. Çok tez geçti. Ağlayacağım. Ama çok maraqlı. Mesela neyine? İtalya'ya git. İtalya ikinci kursu İtalya'ya git. Ben evi salmışam. Hiç işime yaramayıb ama. Arada bir Kuba'ya gitmişim. Öyle köyde gitmişim. Ayol salmışam. Ne diyor? Peki malum içine yatıp kalmasan. Kurpayazı bak sevgi olmak isteyen diyeyim. Polis hakkında. Salam, hər vaxtınız xeyir. Mən Dursunova Şəhbəri. Overall universitet haqqında demək istəyirəm ki, əslində bu konuda o gün fikirləşirdim, gecə çox overthinkləyirdim də. Fikirləşdim ki, nə qazandım? İtirdim. Əsəblərimi, cavanlıq. Zarafatsız maraqlı idi. Yaxşı ki, siz var. Yoxsa çox çəkilməz idi. Kəsildiyim, ən yadda qalan günüm kəsildiyimi öyrəndiyim gün idi Ofeliyadan. 2 bal qaldırmadı ki, mən imtahanı keçim. Sağ olsun, oradan bunu salamlayıram. Universitet üçün yox, amma sizin üçün, ortam üçün darıxacam, çox darıxacam özdə. Ona görə arada görüşə bilərik sizinlə. Keşke daha çox gəlsəydim, amma gəlmədiyim günlər üçün də peşman deyiləm açıq. Salam, mən Mədni Batsaydı. Universitet gözəl yeri idi. Mən həqiqətən çox bəyəndim. Bu 4 il boyunca çox maraqlı xatirələrimiz oldu. Hamısı üçün minnətdaram bütün oyunculara və NPC-lərə. Mən demək istəyirəm ki, mən universitetlə bağlı heç bir günü yadımda saxlamamışam, amma hamısı mənim üçün çox dəyərlidir. Biraz yaddaş problemlərim var, bir də mobil problemlərim var. Biraz hiperaktiv olduğumu da düşünürlər, amma mən hamınızı çox sevirəm, əziz qrup yoldaşlarım. Nərgiz, səni də çox sevirəm. Keçən dəfə Günlərin videosunda da biraz çox danışmışam. Mən qanadlarımla artıq danışa bilmərəm. Sağ olun. Universitet təcrübəmin daha maraqlı olacağını düşünərdim, amma məncə kruqumun bundan daha maraqlı ola bilməzdi. Çox mutluyam. Bilmirəm niyə bu qədər kövrəldim, amma məncə universitetin bizə qazandırdığı çox yaxşı insanlar oldu, çox yaxşı təcrübələr oldu, çox yaxşı mühitlər oldu və məncə hamısını yetərincə dəyərləndirə bildik. Ümid edirəm əlaqələrimiz olduğu kimi qalır. Ən unudulmaz günüm yəqin ki. Cut the cameras. Dərə. Belə. Sağ olun. Mən çox mutlu oldum və bu qrupun həm Quba vloqunu editləməyə, həm Lənkəran vloqunu editləməyə overall mənim çox mutlu edirsiniz məni. Sağ olun. Nərgizin izləyicilərini salamlayıram. Yaxşısı ilə, pisi ilə bir 4 il idi. Çox darıxacam. İnşallah buradakı hamı
İnşallah buradakı hamı bundan sonra istədiyi yerə çatar. Həqiqətən universitetin bitdiyini inana bilmirəm. Bir dənə də şey deyim ki, istərdim 3-cü kursa qayıtmaq istəyərdim. Zamanı geri almaq istəyərdim. O anları unudaramı? Bəli, Üzeyir Fan Club başçısı mənəm. Mənim üçün də həqiqətən 4 il çox maraqlı idi. Bir-birindən fərqli insanlar tanıdım. Həm birinci kursda, həm bundan sonraki kurslarda. Ümid eləyirəm yolumuz birdə daha yaxşı yerlərdə kəsişir. Daha yaxşı universitetlərdə, daha yaxşı işlərdə kəsişir. İnşallah, inşallah. Bu cəsinə hamımız İtaliyada qarşılaşacağıq inşallah. İnşallah toyuma çağıracağam. Məncə hamı universitet tarixində bir dəfə kəsilməlidir və alt qrupun dadını çıxarmalıdır. Hər tələbəni kəsildi də olar, əlaçı da olar, zərbəçi də olar. Yazılmamış qanundur. Selena, Selena. İyi dostu. Bugün universitetin son gündən əvvəlki ilk günüdür. Nəsə son gündən, bir dənə bunu şeylə. Bugün universitetin son gündən əvvəlki günüdür. Biraz duyğusalıq, biraz sevincliyik. Nə hiss elədiyimi mən də hələ bilmirəm. Məncə universitet bitəcək, ondan sonra bu illərin qədrini biləcəyik. Sağ ol canım, universitetim canım gördü. Kövrəlim. Salam əziz dəyərli qrup yoldaşlarım. 4 il bitsin, sağ olun, sizə həyatınızda uğurlar. Məndən bura qədər, bəsdir qədər. Sağ olun. Emin bəy avtobus taxta yaxşı. Çox olur. Mən nənəm verəcək pulunu. Mən nənəm verəcək. 4 il yox, 3 il ərzində bu qrupun bloklarını çəkdik, editləmək, videoları paylaşmaq mənə çox mutluluq verdi. 4 ildən sonra çatdıq. İnşallah ümid edirik ki, bundan sonra gələcək həyatımız daha yaxşı olar. Bəlkə də təzədən başlasa daha fərqli şeylər ola bilərdi. Hazırda indi tam ürəyimizdə olmadı. Ateş olmuş, nəfərim yapıcı. Damızı yapıcı istəyirəm. Ateş olmuş. Ay, 29. Şən, vaymoş. Haqq qalan ondur özün. Hər çala bilərsiniz, zəhmət olmasa. Çox sağ olun, çox sağ olun. Efkarım kara bulut, ha buday yaşayacak. Söylersem dertlerimi, ha bu den uzlaşacak. Çok süslü çıkmış. Başlama olar. Bəli. Başdan deyim, əvvəla təbrik edirəm siz. Doğrudan böyük bir iş görürsünüz. Və hələ istəyirəm siz nə qədər böyük bir iş gördüyünüzü. Doğrudan hər biriniz keyfiyyətli bir təhsil almışsınız deyə inanıram. Ən azından belə bir müqayisəli baxanda ölkə səviyyəsində doğrudan keyfiyyətli deyə biləcəyiniz bir təhsil almışsınız. Birinci ona görə siz təbrik edirəm. 3 il mən daxil belə deyək. Hər növdə müəllimə dözlüyünüz üçün təbrik edirəm, həm də təşəkkür edirəm, doğrudan. İnsan həyatının mütləq əksəriyyətinin ən asan, ən əyləncəli, ən rahat dövrü əmin olun tələbəlik dövrüdür. O da bakalar. Sizdən uzun müddət sonra ikinci bir sənə seçilməyi xoş edir. İnşallah burada çəkdiyiniz zəhmətin bəhrəsini görərsiniz. Allah'a emanet olun, sağ olun. Sağ olun. Salam. Axır ki bizim 4 ilimiz bitdi. Mənim həyatım üçün çox dolu bir 4 il idi. Ən pis günlərimi də, ən yaxşı günlərimi də bu qrupda yaşadım. İlklərimi bu qrupda təcrübə etdiyim anlar oldu. Düşünürəm ki, həyat bizi gələcəkdə başqa günlərdə də, ümid edirəm ki, təhsil olmaz, başqa günlərdə də qarşılaşdırar. Sağ olun. Məni Pikmidə seçsəz, alçaq dağları yaradan da seçsəz, sizi sevirəm. Bütün xətri əziz olan qrup yoldaşlarımın hamısını salamlayıram. Hamımızın xətri çox əzizdir. Deyəsən 5 saniyə getdi, qaldı 10 saniyə. Qalan 10 saniyədə qəlbi, ürəyi təmiz olan, niyyəti yaxşı olan hamıya həyatı boyu xoşbəxtlik arzulayıram. Hamı mənə şöhrətdir, hamıya çox sağ olayıram.
Hal-hazırda çempionatdayam. Bütün əllərim cırıq-cırıq kəsildi, ayaqlarımı da çəkməyə ayıbdır. Mən bütün qış bu çempionatı gözləmişəm ki, universitetdə akademik nəticələri heç baxmamışam, ancaq bu futbolu gözləmişəm. Son fevraldan bəri bu yanda bu çempionata hazırlaşıram. Çempion olsaq çox nostalji hissləri keçirdirəm. Universitet həyatının necə gəlib getdiyini bilmirəm. Sadəcə bu gün realize eləmişəm ki, bu gün artıq bitirdik. Edirəm hər birimiz üçün xoş günlər, daha da xoş günlər qabaqda olar. Getdik. Sağ olun. Hər kəsi ümid edirəm yaxşı yerlərdə görərik. Belə. Mən həqiqətən də pis oluram universitetin qurtarmağına. Çox kədərlənirəm, amma hamıya uğurlar arzulayıram. İnşallah hamının nə istəyirsə o gerçəkləşər. Sağ olun. Bir şey qalıcı olmadığına görə daha gözəldir. Yəni, bu cəhətdən də belə daha dəyərli görünür. Mən bir dənə şey var, eşitmişsiniz. Romada, Yunanistanda tanrılar insanlar niyə qısqanırdı? Niyə? Çünki insanlar ömrü qalıcı deyildi də. Qısa müddətli olduğu üçün, ölümsüz olduğu üçün bunlar da fikirləşirlər ki, qısa müddətdə nəsə yaxşı sığdırmaq da. Nəsə o deyil, onu yapmışdı. Yox, bir də başlayayım. Bu 4 il ərzində çox maraqlı bir vaxt keçirdik. Əlbəttə ki, bu vaxt bir də görməyəz. Əlbəttə, mən bilmirəm, nə danışım. Bu 4 ilimiz çox dəqiqə. 4 il ərzində çox maraqlı bir vaxt keçirdik. Əlbəttə ki, bu vaxt təəssüf olsun ki, vallahi qarşıladım. Bu 4 il ərzində çox maraqlı, əyləncəli, unudulmaz vaxtlar keçirdik. Əlbəttə ki, bu illərə bir də geri qayıda bilməsirik, amma işin gözəl tərəfi də budur da. Bir şey qalıcı olmadığı üçün daha dəyərlidir. Mən hamı üçün darıxaram, böyük danışmayayım. Darıxaram bəziləriniz üçün. Ümid edirəm ki, amma həyatda istədiyiniz hər şey istədiyinizdən də qat-qat daha yaxşısı olar, daha yaxşısına rastlaşarıq və yenə rastlaşacağıq həyatda məncə. Onda da bir-birimizin üzünə görə yaxşı olar. Yəni mən bizim triplərimizi daha çox bəyənirəm, nəinki dərsə gəlib zarafatlaşmaq. Yəni rayon gəzintilərimiz daha maraqlıdır. Axırıncını da eləyəcəyik olsun, amma yaxşı anlar birikdirək, xahiş edirəm inşallah. Mən demək istəyirəm ki, universitetə ilk gələndə mənim kim olduğumu bilmirdilər, məni heç tanımırdılar, mənim yanımda mənim haqqında dedikodu edirdilər. Allah'ın dostu, mənə deyirdilər ki, Ləman kimdir ki, belə universitetə falan gəlmir, məni ümumiyyətlə ignor edirdilər, artıq mənim adımı bilirlər. Sizi universitetin sonunda tanıdıram, mən Ləman Əliyeva. Mən demişəm o. Mənə deyirdilər ki, Ləman kimdir belə, artıq özümü tanıdıram. Ləman Əliyeva, 462. Mən də hamıya arzu edirəm ki, aylar danışa bilmədim. Hamı istədiyi yerdə olsun və daha yaxşı olsun. Aydan dediklərinə qatılıram. İnşallah bir gün birimizi başqa yerdə gördüyümüz zaman həqiqətən də səmimi olaraq, yəni belə görüşüb də salam verə biləcək dərəcədə səmimi olaraq. Bu 4 il, yəni sizlərlə keçirtmək deyə bilərəm ki, möhtəşəm deməyim, amma yadda qalacaq dərəcədə gözəl idi. Ümid edirəm. Neyse, hamıya uğurlar diləyirəm inşallah. Bir gündə biriniz bizini saçanda zəhmət olmasa bizi də zənginliyib çağırarsın. Başqa heç şey istəməm. Sağ olun. Başla da. İlk dəfə sizi görəndə düzü fikirlərim qarşıladığına görə bilmirdim necə bir münasibət olacaq, necə bir səmimilik olacaq, amma zaman keçdikcə gördüm ki, hər birinizi ayrı-ayrı sevməyə başladım. Və 4-cü kursda artıq son günlərdə bunu daha yaxşı hiss edirəm. Hər birinizi çox sevirəm. Çox belə deyim ki, pis oluram ayrıldığımıza görə, amma inşallah ayrılmayacağıq. Gələcəkdə də inşallah bir-birimizi tapacağıq. Müəllim demiş, qrup yoldaşlarımın hər birindən görüşmək yoxlayacağam. Qismət olsun inşallah. Çox sağ olun. Hər birinizi uğurlar. Deməli 4 illik universitet həyatının artıq sonuna gəldik. Yaxşı, pis dostluqlarımız, tanışlıqlarımız oldu. Hamımıza uğurlar arzu edirik. İnşallah gələcək həyatda bir-birimizlə qarşılaşanda yəni ki, unutmarıq bir-birimizi. Həmişə bir-birimizi görəndə mehribancasına bir yerdə yaşayıb, yenə də keçmiş günlərimizi yada salıb bir yerdə mütləq yaşayalım. Bir-birimizdən söhbət eləməyə, nə bilim, şey eləməyə, xatirələrimizi yada sala biləcəyimiz bir şey olar. Nəysə, başımıra bunu deyənirsiniz. Dayandı başlayana dedim mənə işarə ver. 4 ilin
sonuna gəldik. İlk olaraq hamıya bol-bol uğur arzulayıram və inşallah həyatımız və ən əsası bir il olar. Aldırmayın dostlar, son günləri deyə artıq başqa çıxır. Fənər uduzub, düzü, özümü çox pis hiss edirəm. Fənər də uduzdu, ona görə ola bilər. Nəysə, Fənərin həyatı da mənim həyatım kimi alt-üst olub biraz. Salam dostlar. 4 illik universitet həyatımız bitdi. Dəniz dedi ki, uğurlar falan demək çox demode olacaq, amma mən yenə də hər kəsə uğurlar demək istəyirəm. 4 il keçən həyatım üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, yaxşı istəyirəm. Çox sosial anksiyetem tutdu yenə məni. Salam, necəsiniz? Deməli, bir ay bundan əvvəl qısa sürəli bir hafıza kaybı yaşamışam. Ona görə 4 il haqqında çox bir şey xatırlamıram. Amma bundan sonra həyatınızda hamınıza uğurlar arzu edirəm. İnşallah bütün diləkləriniz gerçəkləşir. Buradan uşaqların hamısını çox istəyirəm, onu deyəcəm. Mehriban düşmanlar. 4 il ərzində mənə hər şey, yəni pis yaxşı hər bir şey qatmısınız. Ona görə hamınızı çox istəyirəm, buradan hamınızı öpürəm və həmişə yaddaşımda qalacaqsınız. Salam. Bugün universitetin son günüdür. Yavaş-yavaş hüzünlənməyə başlamışam. Düz neçə vaxt çatmırdı mənə. Nə bilim, görə necə olurdu. Biraz qorxuram, düzün desəm tələbəliyimin bitməsinə görə. Hamıya uğurlar arzu edirəm, özüm də içində olmaqla. Bu qədər. Sağ olun. Və saçın da elə bir çox oxşuyur. Qəşəngsən bu arada burada yəni. O vaxtki versiya var. Mən də bax. Çox pis. Uşağı vermək olmaz. Hamısını videolar çok Məni 30 dəqiqədə içəri bu kiçik. Amma yoxun qaçdı da elə düşün. Bundan sonra mən qoymayacağam. Bunlar dərsini. Hər yerə özüm aparacağım. Mən başa düşə bilmirəm. Sən yazıqını niyə dəməcək? Niyə dəməcək? Sapın kimi deyirlər. Ən sonunu unutmuşam. Onu da. Ne ki zor için ona uygun aparmaları. $200 falan.